Deməli, gördüyümüz bu hərfi işarə, bu işarə şeydə deyirik, K-da deyirik, 5 cürə səslənə bilər. Yazıda bu cür görərik, amma səslənməsi 5 cür olar. Birinci, yazıldığı kimi elə K formasında yazılar, K-də səslənər. Kitab, kitab, türk, türk, təkrar, təkrar. Olduğu kimi yəni səslənir. İkinci qarşılığı kimi. K-nın qarşılığı nədir? G. G. Sək, T yazılar. Bəli, tək, giz. İkinci, K, G. Bəli. Məkkə, Məkkə. Bitki, bitki. Sonra K kimi səslənər. Yəni hərfi işarə eynidir, amma səslənməsi K formasındadır. Karandaş, dekabr. Sonra keçdik dördüncüyə. Bu formada. Bəli, K yazılar, amma xışdırıq kimi səslənər. Sözün ortasında və sonunda bu cür səslənmə ola bilər. Külək yazılır, külək deyilir. Ürək yazılır, ürək deyilir. Çiçək yazılır, çiçək deyilir. Çiçək. Yəni bu formada. Bir də məktəb yazılır, məktəb deyilir. Orada ortada səslənir. Xışdırıq səsi kimi ortada səslənir. Sonra və ən sonuncuya gəldik. Burada K-Y əvəzlənməsidir. K-Y əvəzlənməsi özündən sonra saytdan başlayan söz, saytdan başlayan deyirik, saytdan başlayan söz və ya şəkilçi gələrsə K-Y kimi yazılır və tələffüz edilir. İndi baxaq. Bax, diqqətlə baxaq. Çiyələk. Yazılıb çiyələk. Sayt artıraq olacaq çiyələyə. Elə deyilişi də eyni. Ürək. Sayt artıraq ürəyi. Yazılışda da deyilişdə də eyni olur. Çiçək. Əni artırırıq çiçəyə. Elə K-Y əvəzlənməsidir. Yazılışda da yəni özünü göstərir, deyilişdə də. Amma çiyələk, çiyələk belə deyirik də. Ürək, çiçək. Bunlar sərbəst formada. Yəni özündən sonra sayt gəlmədən, saytdan başlayan söz gəlmədən tələffüz etsək təhlikdə. O bir tərəfdə keçdik ki, xışdırıq kimi səslənir. Amma özündən sonra saytdan başlayan şəkilçi və ya söz gələrsə, K-Y əvəzlənməsi baş verir. Bu sözlərdə milli mənşəli sözlər olur. İndi baxaq. Yəni yuxarıda saytdan başlayan şəkilçinin nümunələridir. Saytdan başlayan şəkilçi gəlib, K-Y əvəzlənməsi baş verir. İkinci hissədə isə saytdan başlayan söz gəldi. Çiyələk. Söz gəldikdə isə fikir ver, yazılışa təsir etmir, deyilişə təsir edir. Bəzən uşaqlara belə nümunəni verirlər, deyirlər ki, bu söz birləşməsinin birinci tərəfi, asılı tərəfi necə tələffüz olunur? Ya da asılı tərəfinin son samiti necə tələffüz olunur? Uşaq da artıq ikinci hissəyə baxmır, diqqət yetirir birinci hissəyə. Deyir ki, çiyələk, çiyələk xışdırıqla səsləndirir. Ürək, ürək, külək, külək. Amma fikir vermir ki, özündən sonra gələn sözlər həmin sözlərə hazırda təsir edir. Necə təsir edir? Özündən sonra sayt gəlir. Artıq biz onların ikisini birgə tələffüz etməliyik. Həm də qaydada deyir ki, özündən sonra sayt gəldikdə K cingiltiləşir, olur Y. Yəni K-Y əvəzlənməsi baş verir. Çiyələk almaq necə deyirik? Çiyələk almaq. De görüm. Çiyələk almaq. Artıq sən xışdırıq kimi səsləndirdin. Çiyələk almaq. Çiyələk almaq. Bunu bir neçə dəfə deyirsən, 4 dəfə deyirsən, beynində qəşəng qalır. De görüm çiyələk almaq. Çiyələk almaq. Bir də. Çiyələk almaq. Çiyələk almaq. Çalış ki, sonunu yığdan de. Onda öz beynində də yaxşı qalır. Çiyələk almaq. Çiyələk almaq. İndi ürək almaq. Ürək almaq. Hə, bax burada yaxşı dedim. Bir də Külək almaq. Külək əsir. Almaq nəymiş? yox, ürək almağı bir neçə dəfə de. Ürək almaq. Ürək almaq. Bir də. Ürək almaq. Aha. Ürək almaq. Sonra külək əsir yazılıb. Necə demək? Külək əsir. Külək əsir. Bəli. Bir də de. Hə, Külək əsir. Y-dan tələffüz edə bilirsən. Bunun səbəbi nə oldu? Niyə Y-dan tələffüz olundu? Səbəb nə idi? Çünki saytla başlanan söz gəldi. Hə, saytdan başlayan söz gəldikdə yazılışa təsir etmir, deyilişə təsir göstərir.